Salam, mən də hər kəsin bayramını təbrik edirəm. Çox doğru buyurdunuz. Bu günlərdə diqqət etməsi gərəkən çox vacib məqamlar var. Çünki unutmayaq ki, Novruz bayramı əslində şəkər, şirniyyat ağırlıqlı bir bayramdır və digər bayramlarda da biz diqqət etməliyik yeməyimizə. Bu bayram özəlliklə bizdən 2 qat məsuliyyət tələb edir. Çünki bir, isti yeməklərin verdiyi, yağlı, çox kalorili qidaların verdiyi artıq kalori, qatışdırılmış qidalar. İkincisi də şəkər ağırlığı. İsti yeməklərdən aldığımız kaloriden sonra biz unuduruq ki, deyək ki, bizim Novruz bayramının kalorit şirniyyatları hərəsi ayrı-ayrılıqda əsas yeməyin kalorisinə ekvivalentdir. Məsələn, bir boş qab plov eynən 2 ədəd şəkərparanın ölçüsünə bərabər edir. Məsələn, bir şəkərbə 350-400 kilokaloridirsə, bir boş qab aşda 600-600 kilokaloridir təqribən və paxlava da 400 kaloriyə bərabərdirsə, demək ki, bu qidaların sonradan yandırmağı üçün biz düşünün 10.000 addımın üzərində bir hərəkət eləməliyik gündəlik. Və ikinci məsələ, çağırıram insanları daha çox məsələn, biz bayramlarımızda özəlliklə bir sıra naz-neməti süfrənin üzərinə düzürük və bu zaman qaçışdırılmış qidalar çox daxil olur və həzm sisteminin orqanlarının fermentləri, deyək ki, turş qida üçün bir ayrı ferment var, şirin qida üçün və s. Bunlar qaçışdırılma nəticəsində turşulaşma prosesi çoxalır, oksidləşmə prosesi çoxalır və dediyim kimi ağırlaşma fəsadları görürük. O yüzden də nə etsinlər? Demək, isti yeməyin yanında mütləq ki, tərəvəzli salat olsun. Bişmiş tərəvəzli salat deyil, çiğ tərəvəzli salat olsun. Çünki biz unutmayaq ki, məsələn, mədə bizim deyək ki, diktəyə tabi olan bir orqanımızdır. Əzələvi quruluşa malik olduğu üçün ona daha çox həcm verən qida lazımdır. Tərəvəzlər nədir? Həcm verir, yalnız yanında kilokalori olaraq, yəni kalorisi düşükdür. O yüzden demək ki, isti ət yeməklərin yanında çiğ tərəvəzli salatlar olsun. Digər pişmiş tərəvəzli salatlarımızı biz başqa yemək fasiləsinə saxlayaq. Deyək ki, dolmaları digər günə saxlayaq və s. Şəkərli şirniyyatlı günlər olduğu üçün darçınlı çay içməyə çağırıram insanları. Qara çaydan daha çox bitki çaylarına üstünlük versinlər və günü sonlandırmaq üçün də ayran və qatıq kimi məhsullardan da istifadə etsinlər. Çox sağ olun, çox təşəkkürlər. Son olaraq bir daha vurğulamaq istəyirəm ki, şəkərli diabet xəstələri və xroniki xəstələr bu bayram günlərində xüsusilə pəhrizlərinə ciddi şəkildə diqqət yetirsinlər. Çünki pəhrizlərinin pozulması onların sağlamlıqlarında ciddi fəsadlara yol aça bilər.